Tovuzda piyadanın ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi qeydə alınıb. Hadisə Bozalqanlı kənd ərazisində baş verib. Belə ki, Əlimərdanlı kənd sakini 22 yaşlı Nuran Əliyev idarə etdiyi Opel markalı avtomobillə piyadanı vurub. Piyada Bozalqanlı kənd sakini 85 yaşlı Qiyas Musayev aldığı xəsarətlərdən hadisə yerindəcə dünyasını dəyişib. Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Faktla bağlı rayon prokurorluğu araşdırma aparır. Hadisə ilə bağlı evdən zəng eləyirlər ki, yolda maşın vurub özünü çatdır. Mən gəldim, gördüm ki, bütün şöbə buradadır. Orada rəhmətə gəl. Qaynatanın. Neçə yaşı var? 85. O elə bir ki, pay torpağında meyvə bağı salıb. O meyvədən yığıb evinə getdiyi yerdə yolun qırağında maşın var. Bir maşın soruşdular, dedi 70 ilə gələn imtası yalan deyil. O heç olmasa 90 ilə gəlirmiş. Nə tormuz verib, nə tormuz var, nə bir şey var, heç nə. Kamran Əski Paralı, Səs TV Xəbər, Tovuz.